Hər kəsə salam və sizi belə soyuq hava ilə salamlayıram. Qar yağır millət. Yenə də Bakıda qar yağdı və əlbəttə ki, belə hava olanda biz məktəbə getmirik, çünki qrupdan valideynlər yazırlar ki, havalar soyuqdur, uşaqlar xəstələnəcəklər. Onsuz da hamı zəifdir, hamı öskürürdü sinifdə və ona görə biz də getmədik. Çünki çoxsu məktəbə getməyəndə bilirsiniz də, çoxsu getməyəndə dərs keçirilmir, uşaqları birləşdirirlər başqa siniflə və boş-boşuna 5-6 saat uşaqlar soyuqda otururlar və sonra axırda evə buraxılır və ona görə dedim, belə havada çölə çıxartmaqdansa uşaqları ondansa evdə oturaq. Biz evdə olanda boş oturmuruq, yəni dərsimizi yazırıq. Qara baxın necə yağır. Düzdür, kameradan elə görsənmir də çox yağmağını. Amma çox güclü qar yağır. Artıq уже ikinci dəfədir və dedilər ki, bu qar qalacaq, 3 gün yağacaq. Bugün birinci gündür qarın yağmağı. Belə, ev yox. Əsas odur ki, evimiz istidir. Çöldə nə olsa da evimiz istidir. Evimizdə oturacağıq, heç yerə çıxmayacağıq. Belə. Mən isə başlayım sizi üçün vlog çəkməyə. Və belə soyuq havada nə etmək olar? Əlbəttə ki, şirniyyat. Belə soyuq havada oturasan ancaq pəncərənin qabağında qəşəng qaynar çay və hansısa bir şirniyyatla içəsən çölə baxa-baxa. Bu sözü eşidəndən sonra mən inanıram ki, qızlar yazacaqlar ki, bəs sənin dietan necə oldu? Axı sən dietadasan, hansı şirniyyatdan danışırsan? Mənim artıq motivasiyam öldü. Çünki mən nəticəni görməyəndə motivasiyadan düşürəm və artıq həvəsim yoxdur. Mən bilirsiniz, şirniyyat xəstəsiyəm. Şirniyyatsız heç dura bilmirəm, amma indiyənə qədər dözürdüm, bir tər dözürdüm. Yenə də nəticəni görmürdüm, amma yenə də dözürdüm. Həftə sonu özümə icazə verirdim bir dənə şirniyyatın dadına baxmağa. Yenə həftə başladı. Nə şirniyyat, nə çörək, heç bir şey. Xəmirli yeməklər heç nə yemirdim. Keçən vloqda sizə göstərmişdim ki, pirajki hazırlamışdım. İnanırsınız, bircə dənə pirajkin dadına heç baxmadım. Pürəni balaca qaşığın ucunda dadına baxdım ki, duzludur yoxsa yox. Amma pirajkinin özünü heç yeməmişdim. Bir də sizə göstərmişdim ki, mən pilmeni hazırlayırdım. Elə bilirsiniz ki, mən bir tarelka yemişəm. Belə bircə dənəsinin dadına da heç baxmamışam. İndi ona əsəbləşirəm ki, nəticəni görmədim. Heç olmasa bircə dənəsini götürüb dadına baxardım da. İndi elə deyirəm, o demək deyil ki, yenə də başlayacağım əvvəlki kimi şirniyyatları yeməyə. Düzdür, mən biraz tərgizmişəm. Əvvəl bir krujka çayla 2 dənə şirniyyat yeyə bilərdim və 3 dənə şokoladla yeyirdim. Amma indi elə eləməyəcəm, çünki daha elə də istəmirəm. Bir dənə şokoladla, bir krujka çayla içə bilərəm, amma yenə də eləmirəm, çünki mən bildiyiniz kimi hələ ki evə şokolad almıram. Evdə uşaqlar var, bilirəm. Məndə şkafda şokoladlar durur, amma onlar həmən şokoladları xoşlamırlar deyə, ona görə həmən korobka şokoladla bitmir. Böyük qızım balaca qızıma belə dəftər hədiyyə eləmişdi. Bunları hamısını özü eləmişdi böyük qızım və artıq orada yer olmadığına görə atmağa hayfı gəlir və balaca qızıma verdi. Mən çox xoşlayıram bu dəftərlərə baxmağa. Onlar hardakı şəkillərini çəkirlər. Çox maraqlı və gözəl rəsm alınır. Əgər bunları atmaq istəsələr, əlbəttə ki, bu dəftəri gizlədəcəm və illər keçəndən sonra çıxardıb üzərə bunlara göstərəcəm ki, baxın bu şəkilləri necə çəkmisiniz. Sizin xəmiri artıq hazırdır və indi bunları hamısını bura porsiya bura tökəcəm və göndərəcəm duxovkaya.
ты не тут кушаешь? Сейчас да приду. Uşaqlar həyətə düşmüşdülər. Fikirləşdilər ki, biraz heç olmasa qar topu oynayarlar. Çünki yuxarıdan baxanda bəzi yerlərdə artıq qar var və fikirləşdilər ki, biraz gedib oynayacaqlar, amma çöl dəhşət çox soyuqdur. Şaxta, güclü külək var və ona görə dura bilmədilər. Çölə çıxan kimi yanaqlar həmən dəqiqə buza dönür və onlar evə geri qayıdıblar. Mən isə paltarları yudum və birinci mərtəbədə, bilmirəm sizə demişdim yoxsa yox, yoldaşım mənə ip düzəltmişdi və artıq ora asıram. Qış boyu ancaq ora asmışdım. Çox rahatdır. Əgər mən unutsam paltarları yığmağa, bilirəm ki, təzədən islanmayacaq və uçmayacaq. Paltarları çölə asanda mütləq qışda mən paltarları itirirəm, uçurlar, torpağa dəyirlər, təzədən çirkli olur, yenə də yumalıyam və yağış yağanda vaxtında yığmasam yenə islanırlar. Artıq belə şeyləri fikirləşmirəm. Rahat asıram birinci mərtəbəyə və növbəti paltarları yuyanda gedib onları yığıram və onlar qupquru olur. Divanı plisostlayan zaman gördüm ki, bəzi yerlərdə ləkələr var idi və su hazırlamışdım. Suyun içinə vaniş əlavə elədim. Xalça üçün və mebel üçün olan vanişdən onu əlavə elədim və harda ləkələr var idi, üstündən belə keçdim. Bu materialı çox bəyənirəm. Divanın parçasını çox bəyənirəm. Ləkə elə də qalmır. Misal üçün nəməski ilə siləndə orada belə quruyanda iz qalmır. Həm də ki, ləkəsi çox tez gedir. Üstündən getdim və bəzi yerlərdə toz da var idi. Onları da tərtəmiz elədim. Sonra keçdim kreslolara. Kresloda demək olar ki, biz heç oturmuruq, istifadə eləmirik. Orada ləkə zad heç bir şey yox idi. Sadəcə dedim tozdan təmizləyim ki, bir dəfəlik onlar da təmiz olsun. Axırıncı işlərim qaldı, toz soranlamaq və polları silmək. Bütün tozları almışam, pəncərənin altında olan tozun da hamısı sildim. Orada məndə güllər var, onları da sulamışam. Dibçəklərini sildim, tərtəmiz oldu. Qaldı bir dənə pəncərə silmək, amma əlbəttə ki, belə havada pəncərə silinmir. Görək havalar nə vaxt açılacaq, onda pəncərələri siləcəm. Koridorda və mətbəxdə də polları plisostladım. Sadəcə hamısını göstərmədim.
Və sonda polları silirəm. Divanı çəkdim. Divanın arxasında da yaxşıca sildim və mətbəxdə də, koridorda da hər yerdə silmişdim. Sadəcə ancaq zalda göstərdim ki, bezdirici olmasın. Bir kadrı 100 dəfə göstərməyim. Mənə elə gəlir ki, suyun ucuzları, yəni biraz zil baxımlar, orada ancaq yaxşı andım mənə xoşuma gəldi. Mən bunu Təbrizin kimi bəstələmişəm. O vaxtı sınıf oldu ki, 89-cu ilin dekabr ayında Сейчас второй должен взорваться. Можно? Quşonka hazırlamaq istəyirəm. Birinci dəfə də eləyəcəm. İnşallah ki, alınacaq. Görək necə olacaq. Mənə deməli nə lazım olacaq? Süd və şəkər və sonra 1 çay qaşığı soda lazım olacaq. Vəssalam. Başqa heç bir şey əlavə eləmirik. Artıq şəkər əridi və bura yarım çay qaşığı soda əlavə eləmək olar. Və mənim quşonkam görürsüz necə qaynayır. Bayaqdan qaynayır o. Mən də qarışdırıram dayanmadan. Hardasa bir 25 dəqiqə olardı ki, mən dayanmadan qarışdırırdım. Görürsüz buradaydı buraya qədər. İndi düşdüm belə aşağıya. Все, bu artıq hazırdır. Görürsüz necədir? Baxın, belə kisel kimi oldu. Hələ ki qatı deyil, çünki istidir. Soyuyanda qatlaşmalıdır. Qatlaşsa əgər, deməli, məndə zquşonka alındı. Sizə göstərəcəm. Rəngi də görürsüz necə dəyişildi. Zquşonu necə rəngdə olur? Baxın, həmən o rəngdə oldu. Qazı söndürürəm artıq. Bu köpüyü çıxartmaq lazım deyil. Qazı söndürürəm və soyuyandan sonra göstərəcəm necə alındı. Bunu indi şüşəli qabın içinə tökəcəm ki, orada daha yaxşı tez soyusun. Zquşonkam alınmadı. Belə sulu oldu. Rəngi və dadı əsl zquşonka kimidir. Amma özü belə suludur. Yaxşı olmadı. Belə bərkimədi nəsə. Bilmirəm niyə. Videoda dediyi kimi eləmişdim. Yəqin nəsə ora qatırlar, amma oca demədilər. Və ona görə alınmadı. Ya da ki, mən bəlkə nəsə səhv elədim. Orada demişdilər ki, 25 dəqiqə, qaynayandan sonra 25 dəqiqə qarışdırın dayanmadan. Mən də elə eləmişdim. Sonra qazı söndürdüm. Bunu boşaltdım bu şüşə qabın içinə və soyuyandan sonra qoydum xaladelnika, soyuducuya. Alınmadı, bərkimədi nəsə. Nə bilim. Belə oldu. Çox heyf.